İndi isə keçək evakuatorşik sözünün mənasına. Kitab dilində desək, hər bir sürücünün keyfinə soğan doğrayan, maşınları düşman malı kimi cıza-cıza, sürütləyə-sürütləyə evakuatora mindirən, bəzi hallarda həmin o maşını digər maşının üstünə aşıran, maşının içində balaca uşaq ola-ola onu cərmə meydançasına aparan və nəhayət 2 saniyəlik qələt elif maşını saxlayıb bir qamburger alıb yiyənin həmin o qamburgeri və anadan əmdiyi südü burnundan gətirdirən iki ayaqlı həşərata evakuatorşik deyilir. Anladınız? Vay ye! Gözəl, gözəl. Salam Padoş müəllim. Deməli, evakuator kursları üçün təzə süt uşaqları yığmışam. Bunların arasından bizim işimizə yarayanı seçə bilərsiniz. Vay ye! Vay ye! Vay ye! Vay ye! Əleykümə vay ye! Salam aleyküm. Nə? Salam aleyküm. Sən sırası bas bayrağı. Niye? Çünki evakuatorşik sənəti, mədəniyyəti sevmir. Yeri. Siz başa düşdünüz bunu? Bəli. Nə? Vay ye! Ah, bu başqa məsələ. Özdə bu vayyəni deyirsə ləzzətli deyin. Burada 3 dənə y hərfi var. Vayyə. Bir belə. Vayye! Bax belə. İndi isə keçək kastingə. Hazırsınız? Müəllim zəhmət olmasa buradan da. Hə, sən nə gözəl oğlansan. Malades, sən yarıyırsan. Kes bura. Sən, uşaqlıqda səni qarqış eliflər. Elimdən. Tutub. Yox, yox. Hə, sən nə gözəl oğlansan. Sən də yarıyırsan. Kes bura. Vay, vay, vay. Sən, qaqa, yaramırsan. Niyə? Çünki belə sifətlə evakuator işləmək olmaz. Evakuatorşikın sifətindən zəhirmar yağmalıdır. Başa düşürsünüz? Bilmirəm, bizə mərdimazarlar lazım. Bax, bunlar, yeri. Amma vayiyyəni qəşək deyir daha. Bəlkə saxlayar. Yox. Sən, Bəli. atan var, Yox, yoxdur. baban var, Yox, babam da yoxdur. qardaşın, Yox, qardaşım da yoxdur. oğlun. Yox, yox, oğlum da yoxdur. Bunun nəslində kişi yoxdur ki. Bəs bu niyə üçüncü deyənib? Keç yuxarı başa.